İnşallah bugünkü mövzumuz keçmiş mövzunun tamamlanması ilə əlaqədardır. Həzrət Əbu Talibin haqqında idi bəhsimiz. İnşallah, biiznillah, bu günləri də həmən bəhsə aid bir mövzumuz olacaq. İnşallah çalışacaq ki, bəhsdən faydalanaq. Yenə təkrar eləyirəm, kimin işi olsa, tələsi bir yerə gedəsi olsa, bəhs əsnasında da durub gedə bilər. Çünki mövzu uzundur. Yəni, bir saat ola bilsin, bir neçə dəqiqə vaxt uzalacaq bizim üçün. Elə olmasa mövzu kamilləşmir. Məsələn, bəzi vaxtlar mən özüm də narahat oluram ki, möminlər çox oturur. Məsələn, münaz, havası, isti filan. Amma Əhl-i Beytə xatir dözmək lazımdır. Çünki bunu burada eşitdiniz. Eşitmədiniz, sonra mənim kimi bir tələbə başqa yerdə gərək əziyyət çəkər, sizə təzədən bunu çatdırar. Gəlin o tələbələrə bir növ rəhm eləyək. Mövzunu gözəl şəkildə təhvil almamız üçün Muhammed və Ali Muhammedə salavat. Keçən bəhsdə sübut elədik Əhl-i Beytin rəyin ki, Əhl-i Beytin rəyində Həzrət Əbu Talib, Həzrət Əli əleyhissalamın atası mömindir və möminlərin ilk sıralarında duran şəxslərdən biridir. O kəslər ki, Həzrət Əbu Talibi kafir müşrik sayırlar, imamlarımızın dilindən həmin o şəxslər yalancı və lənətlənirlər. Və yenə təkrar eləyirəm, bizə Yahudinin, Xristiyanın rəyi lazım deyil ki, Həzrət Əli yaxşı adamdır ya pis adamdır və yaxud İmam Həsən ağa yaxşı adamdır və ya pis adamdır. Bizə Əhl-i Beytin rəyi hüccətdir və o da lazımdır. İnşallah bugünkü bəhsimiz nədən ibarətdir? O şəxslər ki, Həzrət Əbu Talibin haqqında qərəzli şəkildə danışırlar, onlara bu günləri əks cavabımız olacaq. Əks cavab. Sübut dəlil gətirəcəm mötəbər kitablardan və geniş surətdə mövzunu araşdıracaq və bir sual verəcək. Necə olur ki, bu qədər dəlilləri qəbul eləmirsiniz və danışacağımız şəxsi Quran dili ilə Allah o şəxsi fasik sayır, amma sənsə onu adil sayırsan, necə olur ki, haqqında fasiklik ayəsi nazil olan şəxsi adil sayırsan, amma Əbu Talibin mömin olub olmaması hələ əhl-i sünnənin özündə ixtilaflı mövzudur. Bəzisi deyir mömindir, bəzisi deyir kafirdir. Amma Allah şəhadət verir ki, səhabələrdən biri fasiqdir. Onun haqqında heç yanda danışmazlar. Onun fasik olmasın nə internetdə, nə televizorda, nə moizədə heç yanda deməzlər. Çünki səhabidir. Olsun səhabi. Allah deyir fasik, sən də dinən fasik. Burada nə var ki? Deməli, Həzrət Əbu Talibə qarşı olunan hücum qərəzli məqam daşıyır. Qərəzli hədəfdə bir növ meydana gəlir. Ədalətdən, insafdan irəli gəlsəydi, həmən o mömin olan, irad tutan əgər mömindirsə, desin ki, Əbu Talib də kafirdir və Vəlid ibn Əqəbə də Allahın dili ilə fasiqdir. Allah Vəlid ibn Əqəbiyə, səhabiyə deyir, fasiqdir. Hər ikisində dinə. Amma bunun adını heç yanda tutmazlar. Elə bir, bütün səhabələr Allahın Quranında tərif olunub. Xeyr, bütün səhabələr Allahın Quranında tərif olunmayıb. O səhabələrdən də biri Vəlid ibn Uqbə. Düzgün tələfizi Uqbədir. Amma biz onu çaşırıq. Hər dəfə deyərik Əqəbə. O səhvdir. Əqəbə yer adıdır. Amma bu şəxsin adı Vəlid ibn Uqbə. İndi dəlilimiz nədir, sübutumuz nədir? Onu bir növ nəzərə çatdıraq. Allah Teala Vəlidin haqqında Quranda 2 ayə nazil edib. 2 ayə. Və hər ikisində də Allah Teala deyir ki, həmən o şəxs fasiqdir
əhl-i sünnənin, alimlərinin şəhadətinə əsasən bir kəlmə belə burada şiə kəlməsi zikr eləməyəcəm. Fəqət əhl-i sünnə alimlərinin rəylərin və hədisləri zikr eləyəcəm. Allah Teala Vəlidin haqqında 2 ayə nazil edir. Hər ikisi də onun fasıq olmasına əhl-i sünnə ulamalarının, alimlərinin rəyi ilə və hədislərlə sübut olunur ki, bu ayə o şəxsin haqqında nazil. Hansı ayələrdir? Diqqət edin. Birinci ayə Hücurat surəsinin 6-cı ayəsidir. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu. Ey iman gətirən şəxslər. İn ca'akum fasiqun binəbəin fətəbəyyən. Əgər fasik olan şəxs sizə bir xəbər çatdırsa, vacibdir ki, araşdırasınız. Yəni, fasik şəxs sizə xəbər gəlib çatdırdısa, onu dərhal qəbul eləmək haramdır. Vacibdir ki, o xəbəri araşdırasan ki, o düz deyir və yaxud yalan deyir. İndi bu fasik kimdir? O kimliyin hədislərlə sübut eləyəcək. Bu birinci ayə, Hücurat surəsinin 6-cı ayəsi və ikinci ayədə Səcdə surəsinin 18-ci ayəsidir. Allah Teala buyurur. Bismillahirrahmanirrahim. Əfəmən kənə mu'minən kəmən kənə fasiqən la yəstəvun. O şəxs ki, mömindir və o şəxs ki, fasiqdir, onlar Allah yanında bərabər deyil. Onları bərabər tutmaq özü günahdır. Fasiqlə mümini deyəsən ki, bunlar birdir, hökmləri birdir. Allah yanında ikisi də əzizdir. Allah deyir, xeyr, mənim yanımda bunlar bərabər deyil. Səcdə surəsinin 18-ci ayəsi və Hücurat surəsinin 6-cı ayəsi Peyğəmbər səhabəsi Vəlid ibn Uqbənin haqqında nazil olub. Ola bilsin, bir nəfər desin ki, bu fəqət iddiadır, amma mən müzakirə eləyəcəm və müzakirə əsnasında da gözəl bir məsələ çıxacaq ortaya ki, əhl-i sünnənin bəzi fəqihlərinin verdiyi batıl fətva. Fətva batildir, öz dəlillərinə əsasən. İnşallah ona da toxunacaq. Bu 2 ayə. Diqqət edin. Səcdə surəsində olan ayə haqqında geniş danışmayacağım. Fəqət harda və neçə hədis, bir hədis oxuyub izah edəcəm, o ayənin üstündən keçəcəm. Fəqət ən çox dayanacağım ayə Hücurat surəsinin 6-cı ayəsi olacaq ki, çünki o ayənin haqqında Buxaridə də, Müslümdə də bir növ açıq-aşkar hədislər var. Diqqətli olun. Səcdə surəsinin 18-ci ayəsi ki, Allah Teala fasiqlə mömini bir saymır, Vəlidin haqqında nazil olub olmamasın, Hakim Həsəkani Şəvahid-i Tənzil kitabı 1-ci cilddə səhifə 445-də 14 hədis nəql eləyir. 14 hədis nəql eləyir, 14-ündə də deyilir ki, həmən o fasik ki, Allahın kitabında zikr olunub, o Vəlid ibn Uqbədir. Həmən o Peyğəmbər səhabəsi. Deməli, əfəmən kənə müminən kəmən kənə fasiqən la yəstəvun. Hədisin nömrəsi 600, ondan başlayır 14 hədis. Fəqət birini oxuyacam. İbn Abbas Peyğəmbər səhabəsi hədisi nəql edir. İbn Abbas deyir, günlərin bir günü Əli ibn Əbi Taliblə Vəlid ibn Uqbənin arasında söz ixtilafı düşür. Vəlid ibn Uqbə nə deyir? Fəqaləl Vəlid li Ali. Vəlid ibn Uqbə Əli ibn Əbi Talibə dedi. Ənə əhəddu minkə sinanən və aslatu minkə lisanən və əmləu minkə həşvən fil kətibə. Salavat zikr edin Muhammed və Ali Muhammed. Diqqət edin. Mövzudan sonra kimin sualı olsa mən hazıram. Mövzunun əsnasında xahiş edirəm, mülahizələr yadda qalsın. Vəlid nə deyir? Deyir, ənə əhəddu minkə sinanən.
Sinan ərəb dilində neyzənin ucunda olan dəmir parçasına deyərlər ərəb dilində sinan. Əhəddin mənası daha iti. Yəni ola bilsin neyzə olsun, onun o dəmir olan hissəsi küt olsun və ola bilsin də iti olsun. İti olana deyərlər əhədd. Əhəddü sinanən. Vəlid özün Əli ibn Əbi Talibin qarşısında şücaətindən fəxr edir. Vəlid ki, heç bir müharibədə nə adı çəkilib, heç bir, necə deyirlər, həll edici məqamda İslamın əleyhinə olub ki, İslamın xeyrinə olmayıb. Bu hansı üzlə Əli ibn Əbi Talibin qarşısında özün tərifləyir ki, özü də şücaətdə. Yəni mənim neyzəm sənin neyzəyə baxanda daha itidir. Bunların məqsəd məcazidir. Yəni mən səndən çox kafir öldürürəm. Və aslatu minkə lisanən. Ərəb dilində salitul lisan, lisan yəni dil. Aslatul lisan, salitul lisan deyiləndə mənası olur bəlağətli şəxs. Vəlid deyir ki, mən bəlağətdə, fəsahətdə sən Əli ibn Əbi Talibdən yüksəyəm. Və əmləu minkə həşvan fil kətibə. Ərəb dilində kətibənin mənası qoşun cərgəyə düzülər, ilk cərgədə olulan, qoşunun ilk cərgəsinə ərəb dilində deyərlər kətibə. Vəlid deyir ki, mən həmən o kətibə deyilən yerdə duranda mənim heybətim, görüntüm bir əskər kimi, bir döyüşçü kimi səndən çoxdur. Bu sözləri deyir özü haqqında, görürüz Allah və Allahın vəlisi nə deyir? Fəqalə Əliyyun, Həzrət Əli aleyhissalam buyurdu, gül zamalına salavat zikri. Uskut ya fasık. Uskut ya fasık. Sus ey fasık. Fəənzəlallah Teala hadihil ayə. Və Allah Teala Əli ibn Əbi Talib bu sözün deyəndən sonra o şəxsin haqqında, Vəlid ibn Uqbənin haqqında Allah Teala Səcdə surəsinin 18-ci ayəsini nazil edir. Əfəmən kanə müminən kəmən kanə fasiqən, möminlə kafir, möminlə fasik bərabər deyil. Və 14 hədis müxtəlif kəlmələrlə fəqət üstündən keçirəm. Birinci ayə. Səcdə surəsinin 18-ci ayəsi Vəlidin haqqında nazil olub əhl-i sünnənin şəhadəti ilə. Geniş dayanacağımız mövzu fasiqin xəbər gətirmə mövzusudur. Fasik xəbər gətirdi, onun araşdırılması. Ona nəzər salmazdan qabaq, fasik olmaq üçün fəqət yalan danışmaq tələb olunmur. Bir insan əgər Allahın haramın məhəl qoymadan yerinə yetirsə, məcbur halında yox. Məsələn, məcburdur, ölür, donuz əti yedir, heç kim iraq tutanmaz. Zərurət, məcburiyyət olmayan məqamda Allahın haramına məhəl qoymadan yerinə yetirsin, həmən o şəxsdə fasik sayılır. Diqqət edin. Buxaridən və Müslümdən bir hədis nəql eləyəcəm ərəsindən ki, siz kinolarda görürsünüz, namazı qılır, deyir, artırım, həmən o şəxsdən danışıram. Bugünkü söhbətimiz içkili halda namaz qılır Küfədə. Sonra deyir, artırım, ola bilsin, bir nəfər desin, bu kinodur. İranlılar özündən uydurub. Qəbul deyil. Dəlil sübut yoxdur. Kim deyir, yalan deyir. İndi bu günləri bu mövzuya haşiyə olaraq bir dəlil gətirək. Vəlid həqiqətən də namaz halında gör, vəziyyət nə gündədir ki, imam cəmaat içkili halda gəlir durur mehrabda, Allahın evinə girir içkili halda və mehraba kusur içkisin, o zəhirmarın bir nəfər durub bir söz demir. Görürüz, qorxu cəmaatın, o Bəni Ümeyyə cəmaatın canını necə vəlvələ qorxu salmışdı ki, imam cəmaat
içkili halda nə Allahın meçidinə hörmət edir, nə Allahın Quranına hörmət edir, nə halala riayət edir, nə harama riayət edir, özü də cəmin imam cəmaatı içkili halda. 2 rükət qılır, sonra deyir ki, artırım, cəmaat da deyir ki, nə deyəcək qorxusundan? Bəlkə də olarsın artırıb, sübh namazını 8-9 rükət qırıblar, bəlkə. İndi dəlilimiz nədir ki, bu adam, bu səhabə Allahın Quranına rəayət eləmir. Özü də haçaq. Ola bilsin bir nəfər belə şübhə yaradıb özünü anlatsın ki, bu içki ayələri nazil olurdu, biri eşidirdi, biri eşitmirdi. Peyğəmbər zamanından danışmıram, ay cəmaat. Osmanın xilafəti dövründən danışıram. Yəni, Peyğəmbər dünyasını dəyişib, Əbu Bəkir dünyasını dəyişib, Ömər dünyasını dəyişib, Osmanın xilafəti dövründə Vəlid Kufənin valisidir. Kufənin rəhbəridir. Peyğəmbərin ölümündən sonra təqribən ən azı 12 il. Ən azı 12 il üçün Ömərin xilafəti 10 il neçə ay, Əbu Bəkirin də 2 il neçə ay. Ayları çıxıram 12 il. Vəhiy nazil olub, Quran kamil olub, araq haramdır. Qəti, başqa bir ehtimal ola bilməz. 12 ildən sonra bu adam içkili halda meçidə gəlib imam cəmatlıq edir. Səhih Buxari 2-ci cild Misir çapı ilə əlimdə, səhifə 264, deməli, Kitab-ül Mənaqib, Mənaqib kitabı 3420-ci hədis, 3420-ci hədis diqqət edir. O kimin mənaqibi də onu da deyib. Osmanın fəzilətlər bölməsi. Osmanın fəzilətlər bölməsi Buxaridən hədisin nömrəsi 3420. Hədis yarım səhifədən ibarətdir. Bizim mövzumuza aid olan hissə. Əmma ma zəkərtə fi şə'nil vəlid. Kufədən şikayətə gəlirlər Osmanın yanına ki, da bu qədər olmaz. Bu adam içkili halda namaz qılır, kefi istədiyi işlər görür, nə halal, nə haram. Valinin, Allah Rəsulunun, xəlifəsinin nümayəndəsi. Buna bir hədd qoymaq lazımdır. Amma ma zəkərtə fi şə'nil vəlid. Amma vəlidin haqqında dediyin söz ki var, fəsənəxudu fihi bil haqq. Onun haqqında haqq tətbiq olunacaq. İnşallah, Allah izni ilə, Allah istəsə. Sümmə da'a Əliyyən. Sonra Osman Əli ibn Əbi Talibi çağırır. Fəəmərəhu ən yəclidəhu fəcələdəhu 80. Və Həzrət Əli ibn Əbi Talibdən tələb eləyir ki, vəlidə qamçı vurulsun. Və Həzrət Əli əleyhissalam da vəlidə 80 qamçı vurur. 80 qamçı vurur. Bu hədisdə, Buxaridə olan hədisdə mövzu aydın deyil. Ki, vəlid namaz qılanda bu işi görüb, cəmaata deyib ki, artırım, azaldım. Vəlidin fəqət şər'i həddin tətbiq olunması haqda bu hədisdə Buxaridə işarə olunur. Amma gəlin Səhih Müslimə, Səhih Müslimdə açıq aşkardır. Heç bir şey kəsilib atılmayıb. Necə olub hadisə, o cürünə də Müslim hadisəni nəql eləyir. Səhih Müslim səhifə 672, deməli, Bab Həddil Xəmr, arağın şər'i həddi babında 8-ci babdır. Kitab-ül Hudud, Hudud bir fikri mövzunu da bilməyimiz məsləhətdir. Umumən, şəriətdə bir hədd var, bir təzir var. Hədd nədir? Hədd odur ki, bir müsəlman, bir insan Allahın əmrinə xilaf çıxır. Məsələn, zina haramdır, zina eləyir. Araq içmək haramdır, araq içir. Şəriətdə ki, necə, nətəhər cəza tədbiri gəlib, kəmiyyəti, keyfiyyəti, buna deyirlər hədd. Yəni 80-80. Nə onu 79 vura bilərsən, nə də ki 81. 81 vursun günahkarsan, 79 da vursun günahkarsan. Gərək 80 vurasan.
Amma şəriətdə həddi hüdudu bəlli olmayan cinayət tədbirləri varsa, ona deyərlər şəriət dilində təzir. Təzir. Məsələn, yanan danışanı cəzalandırmaq. Bir nəfər aldadır bir nəfəri. Qeybət eləyir, fəsad törədir. Şəriətdə bunun bu günahı haqqında bir məlumat yoxdur ki, buna necə cəza verilsin. Onda hakim şərh həddə çatmayan miqdarda fətva irəli sürəcək. Bu şəxsə 20 şallaq vurulsun. Bu şəxsə 30, yəni həddə çatmasın, ən az həddə. Deməli, Babul Həddə, Kitab-ül Hududda 8-ci bab, hədisin nömrəsi 1707. Bu hədis yadınızdan çıxmasın. Təkrar eləyim ki, sabah bir Əhl-i Beyt düşməni baş qalxızanda bu hədisi onun üçün məzmunun çatdır. Səhih Müslüm, Kitab Əl-Hudud, Bab Həddil Xəmr. Hədisin nömrəsi 1707, 1707-ci hədis. Hədisin mətninə xahiş edirəm, diqqət edin. Əvvəl salavat zikr edin. Əbu Sasan qal, şəhidtu Osman ibn Affan utiyə bil-Vəlid. Əbu Sasan adında bir ravi deyir, Osman ibn Affanı gördüm ki, onun yanına Vəlidi gətirdilər. Diqqət edin. Bura diqqət edin. Qəd salla subhə rəkəteyn, sübh namazını 2 rəkət qılıb, Səhih Müslüm deyə başqa kitab dördüsünlər ki, zəifdir, filandı, zatdır, yox. Qəd salla subhə rəkəteyn, sübh namazını 2 rəkət qılıb, sümmə qalə uzidukum, sonra cəmaata üzün tutub deyib artırım. Deməli, o baxdığınız filmdəki hələ Səhih Müslümdən götürülüb. Fəşəhidə aleyhi rəculan, 2 kişi Vəlidin içki içməsində şahidlik eləyir. Əhəduhuma Həmran, birinin adı Həmrandır. Nə deyir? Ənəhu şəribəl xəmrə. Şahid durur ki, mən gördüm ki, bu adam araq içib. Və şəhidə axar, və ikinci kişi bu cürünə şəhadətlik edir. Ənəhu rəahu yətəqəyyə. Ərəb dilində bir insan bir şey yiyib içsə, onu qaytarsa, ona ya deyərlər istəfrağa və yaxud da deyərlər təqəyyəə. Təqəyyəə, yəni bir şeyi, yediyin, içdiyin bir şeyi qaytarmaq. İkinci şahid deyir ki, mən gördüm ki, o arağı neynir? Gör, nə qədər içib ki, bədən tab gətirmir, bədən onu atır qırağa. Nəuzu billah. Fəqalə Osman, Osman dedi, İnnəhu ləm yətəqəyyə həttə şəribə. Osman ikinci şahidin də şəhadətini qəbul edir. Deyir, əgər o içməsəydi, onun ağzından içki istifraq halında qırağa çıxmazdı. Fəqalə ya Əli, Əliyə buyurur, Əli əleyhissalam, qum fəcli, dur və onu qamçıla. Və hədisin ardı da bir növ Buxaridə olduğu kimi. Deməli, Buxaridə qeyd eləmir ki, Buxari kəsib həmən bu hissələri. Namaz qılıb, sübh namazını kürşət, sonra çevirib, onlara deyib, artırım siz için, artırmayayım. İçkili halda bu səhnəni Buxari xülasələşdirib. Fəqət bir sətirlə ki, Vəlidi gətirdilər, Osman dedi, haqq tətbiq eləyəcək, haqq da odur ki, ona 80 qamçı vırılıb. Deməli, Səhih Müslümdə və Səhih Buxaridə açıq-aşkar hədis deyir ki, bu insan Allahın nə meçidinə, nə Qur'anına, nə Rəsuluna hörmət eləməyib. İndi bu mövzuya diqqət eləyin. Biz deyəndə ki, Əhl-i Beytdən uzaq düşənlər düzgün yolda deyirlər, dəlilimizdən də biri budur. Dəlilimizdən də biri indi qeyd eləyəcəyimdir. Diqqət edin. Əhl-i Sünnənin fikhindən bir fətva oxuyuram sizə. Əbu Hənifənin verdiyi fətva. Bu fətvanı nəql eləyir Muhammed ibn Əbi Səhl Əl-Saraxsi. Sin fəthəynə, ra fəthəynə və xa sakit. Deməli, Muhammed ibn Əbi Səhl Əl-Saraxsi
Məbsut kitabı 24-cü cild Kitab-ül Əşribədə səhifə 32-də. Orada nə nəql edir? Diqqət edin. وَلَوْ أَقَرَّ عِنْدَ الْقَاضِ أَنَّهُ شَرِبَ أَمْسْ خَمْرًا. Bir nəfər qazinin yanında etiraf eləyir ki, mən dünən keçmiş gün araq içmişəm. Bugün içkilidir, bugün ayaqdır. Keçmiş günün haqqında gəlir qazının yanında etiraf eləyir. Mən keçmiş gün içki içmişdim. Amma hal-hazırda nə onun iyi gəlir, nə sərxoşluq var, heç bir şey yoxdur. Normal insan. İndi bu insana 80 və yaxud 40 ixtilaf var, 80 və yaxud 40. Qamçı vurulacaq ya vurulmayacaq? Nə deyir? Ləm yuhəd. Həd vurulmayacaq. Nə 80, nə də 40. Və innəmə yuhəddu izə ətəhu saətə şurb. Həd o vaxt vurulacaq ki, o 40 şallaq, 40 qamçı və yaxud 80 qamçı o vaxt vurulacaq ki, həmən bu şəxs neyniyə? İçkili halda qazının qarşısında hazır ola. İçkili halda qazının qarşısında hazır olsa, onda o şəxsə 40 və yaxud 80 qamçı vurulacaq. وَالرِّيحُ يُوجَدْ مِنْهُ. Yəni içkinin və iyi gəlməlidir ondan. فِي قَوْلِ Əbi Hənifə və Əbi Yusuf. Əhl-i sünnə müştehidlərindən olan Əbu Hənifə və Əbu Yusufun fətvasıdır bu. Amma burada batillik hardadır? Kim diqqət elədi? Bu fətva mən deyirəm batildir. Niyə batildir? Haram. Əhsən, ağan ölənlər ona salavat zikr edir. Belə həvəsləndirirsiniz məni. Əhsən, bərəkəllah. Vəlid çoxdan içmişdi, amma onun mühakiməsi harda oldu? Küfədən gətirdilər Mədiniyə. Çoxdan içib 2 nəfər haçaqdan haçağa gəlib şikayət edir Osmana ki, sənin ora qoyduğun vali içki içir, meçidə ağzından o içkini buraxır, içkili halda namaz qılır, 2 rükət namaz qılır, deyir 4 qılım, 5 qılım, 6 qılım, belə səfeh şeylər danışır. Sərxoşdur bu adam, ayaq vaxtı olmur. Haçaqdan haçağa 2 adilin şəhadəti ilə Buxaridə də, Müslümdə də Əhl-i Sünnənin əqidə və fiqh mənbəyi olan kitabda ona şər'i həd vurulur. Amma Əbu Hənifə ilə Əbu Yusuf deyir ki, əgər bir gündən sonra belə olsa, yəni sərxoşluq geçsin və iyi gəlməsin, o adama şər'i həd vurulmayacaq. Bu nə fətvadır? Öz fikirlərinə bunlar əməl eləmirlər. Əbu Hənifənin də adını qoyublar İmam-ül Əzəm. O 4 əhl-i sünnədəki imam var, o imamların arasında ən əzəmətli imam Əbu Hənifə sayılır. İmam Əbu Hənifənin və Əbi Yusufun verdiyi fətva Buxari və Müslümdə olan 3-cü xəlifənin və 4-cü xəlifənin iştirak elədikləri və Allahın hökmün tətbiq elədikləri fətvanın açıq-aşkar əleyhinədir. Əhl-i sünnə diqqətli olsun. Əgər bir nəfər onlardan içki içmiş olsa və üstündən 1-2 gün keçmiş olsa belə, həmən o şəxs 2 nəfər şahid dursa və yaxud özü gəlib etiraf eləsə ki, mən həqiqətən də içmişdim, ona o 40 şallağı və yaxud 80 şallağı vurmaq lazımdır. Çünki Əli ibn Əbi Talib də Osman da bu hökmü bir neçə gündən sonra Vəlidin haqqında tətbiq eləyiblər. Ona görə Allah'a min şükür ki, bizi Əhl-i Beytdən qərar verib. Salavat zikr edilir. Mövzumuzun sonu, diqqət edin. Dedik ki, deməli, Vəlidin haqqında 2 ayə nazil olub. Biri Səcdə surəsinin 18-ci ayəsi və ikinci də Hücurat surəsinin 6-cı ayəsi. Əsas bu
Hücurat surəsinin 6-cı ayəsidir ki, Allah Taala vəlidi fasik sayır. Sonra kimlərəsə durub vəliddən Allah razı olsun deyir və yaxud cənnətlidir və yaxud filanlıqdır deyir. Allah deyir fasikdir, bunlar deyir ki, Allah ondan razı qalsın. Özləri bilər, Allahları bilər. Diqqət edin. Kim dedi ki, sizə Hücurat surəsinin 6-cı ayəsi Vəlid ibn Uqbənin haqqında nazil olur? Kim dedi sizə? İbn Kəsir və Əhl-i Sünnənin 4 imamlarından biri olan Əhməd ibn Həmbəl və Vəhabilərin rəhbəri İbn Teymiyyə. Bu 3 nəfər deyir ki, bu ayə fasik sizə xəbər gətirsə, o xəbər gətirən fasik Vəlid ibn Uqbədir. Dəlil sübut səbr edin. Əlimdə olan kitab İbn Kəsirin təfsiridir. Bu çapla 4-cü cild, səhifə 303-də. Ayəni gətirir, ya yuhəllədinə amənu incəəkum fasiqun filan ayənin sonuna qədər. Sonra nə deyir? Diqqət edirsiniz. وَقَدْ ذَكَرَ كَثِيرٌ مِنَ الْمُفَسِّرِينَ وَقَدْ ذَكَرَ كَثِيرٌ مِنَ الْمُفَسِّرِينَ Əhl-i sünnət təfsirçilərinin çoxu, kəsir yəni çoxu, deyirlər, Ənə hadihil ayə nəzələt fil Vəlid ibn Uqbə. Bu ayə nazil olub Vəlid ibn Uqbə Peyğəmbər səhabəsinin haqqında. Buracan bir növ alim rəyiddə nə olsun, qəbul eləmirəm, özü üçün deyir, bir nəfər deyə bilər, amma dalına qulaq asın. Və min əhsəniha ma ravahu el-imam Əhməd fi musnədihi. Deyir, bu ayənin, Hücurat surəsinin 6-cı ayəsinin Vəlid ibn Uqbənin haqqında nazil olması haqda ən gözəl hədisi Əhməd ibn Həmbəl öz müsnəd kitabında qeyd edib. Və onu da nəzərinizə çatdırım ki, bu kitabın təhqiq edib araşdıranı, kitabın haşiyəsində yazır ki, Müsnəd-i Əhməddə 4-cü cild 279-cu səhifədə bu oxuyacağım hədis səhih-ü sənəddir. Zəif-i sənəddə deyil. Səhih-i sənəddir. Həqiqətən də bu ayənin Vəlidin haqqında nazil olmasını özləri etiraf edirlər. Deməli, İbn Kəsir, Əhməd ibn Həmbəl səhih sənəd hədis gətirir ki, həqiqətən Vəlid, o fasik Vəliddir. İndi niyə görə fasikdir, açıqlayacağım onu. Və Vəhabilərin müəssisi olan İbn Teymiyyə də Məcmu'ül Fətava kitabı 7-ci cüzdə, səhifə 248-də şəkk eləyən Məktəbətü Şamilədə mən dediyim ünvana baxa bilər. Məcmu'ül Fətava kitabı İbn Teymiyyənin 7-ci cüz, səhifə 248-də. Diqqət edin, ayəni qeyd edir, sonra İbn Teymiyyə nə deyir? Deyir, Əl-ayə nəzələt fil Vəlid ibn Uqbə. Bu ayə nazil olub Vəlid ibn Uqbənin haqqında. Və kanə qəd kəzibə, Vəlid yalan danışdığına görə, fima əxbərə, Peyğəmbərə çatdırdığı xəbərdə. İbn Teymiyyə deyir ki, Vəlid gəlib Peyğəmbərin yanında yalan danışır. Peyğəmbərin başını aldatmaq istəyir. Və başqa kitabında da Minhac-ı Sünnədə də 6-cı cüzdə 193-cü səhifədə. Ünvanları qutardıq. İndi keçəyim mövzunun sülbünə. Vəlidə niyə görə Allah fasik deyib? Niyə? İndi Əhməd ibn Həmbəlin Müsnəd kitabında olan hədisə nəzər salağın. Bugünkü o rəqəmləmə ilə hədisin nömrəsi 171731. Deməli, Müsnəd Əhməd Həmbəl 1-ci hədisdən başda 17731-ci hədis bu hədisdir. Bugünkü bir növ araşdırmalarla. Diqqət edin. Hədis uzundur, məzmununu çatdırım. Haris ibn Zırar adında Peyğəmbər səhabəsi. Bu adam kafir olduğu müddət
Gəlir Peyğəmbərin yanına, Peyğəmbərlə tanış olur, Peyğəmbər ona İslamı təklif edir. Və bu adam da Allaha və Rəsuluna iman gətirir, Peyğəmbər onu namaza dəvət edir, namaza gəlir. Peyğəmbər onu zəkat verməyə dəvət edir, zəkatı da qəbul edir. Sonra bu şəxs nə deyir? Deyir, ya Rəsulallah, mən qayıdıram öz qövmümə, onları da namaza, zəkata dəvət eləyəcəm. Kim ki mənim dəvətimi qəbul elədi, onların zəkatını cəm eləyəcəm. Bir müddətdən sonra bir nəfər öz tərəfindən göndər, mən o yığdığım malı, mülki, zəkatı verim sənin Rəsuluna, o da gətirsin, versin sənə ya Rəsulallah. İttifaq bağlayır Peyğəmbərlə, çıxır, gedir. Və Peyğəmbər bu şəxs üçün bir vaxt təyin edir. Məsələn, misal götürgünən Zilhiccə ayının 1-ci günü. Hər hədisdə yazılmayıb, Zilhiccə ayının 1-ci günü. Hədisdə yazılıb İbban. İbban, yəni bir zamandan müddət. Peyğəmbər onun üçün müddət təyin edir, vaxt təyin edir. Hər o vaxtda Peyğəmbər elçisi gələrmiş, zəkatları yığıb apararmış. Həmən o vaxt çatır, Haris ibn Dirar, Peyğəmbər səhabəsi, görür Peyğəmbərin elçisi gəlmədi. Zəkat ki, həmişə bir nəfər gəlib aparardı, o gəlmədi. Bir gün, 2 gün gözləyirlər, görürlər həmən o adamdan bir xəbər çıxmadı. Peyğəmbər səhabəsi narahat olur. Deyir, Peyğəmbər vədə xilaf deyil. Hədisdə bu cürünə gəlib. Peyğəmbər vədə xilaf deyil. Peyğəmbər elçisi gecikibsə, deməli, eyb bizdədir. Oxşir Allah və Rəsulunun bizə qəzəbi tutub. Hədisdə yazıb və cəməə səravat qovmihi. Ərəb dilində əgər səravat kəlməsi səravat dedinsə, olacaq sərvət. Bir nəfərin sərvəti, mal, mülk, pul. Əgər onu səravat demədin, dedin səravat, adı sığla dedin, onda mənası olacaq bir qəbilənin və yaxud bir qovmun şərəfli, görkəmli şəxsiyyətləri. Məsələn, adətən bir nəfər elçiliyə gedəndə və yaxud mühüm bir iş gedəndə çalışar qohum əqrəbəsində görkəmli müəllimi götürər, professorun götürər, böyük rütbəli zabitin götürər. Həmən o şəxslərə ərəb dilində deyilər səravat. Əgər onu səravat düşün, olacaq onlar bir növ mal, mülk, sərvət. Hədisdə gəlir səravat. Həmin bu Haris öz qovmunun görkəmli şəxsiyyətlərini yığır ki, vay halımıza Allahın və Rəsulü bizə qəzəblənib. Niyə? Çünki onun elçisi gecikib. Bunlar çıxırlar, Mədiniyə tərəf gəlirlər ki, Peyğəmbərin yanına gedək, görə mövzu nə yerdədir? Axı, biz Peyğəmbər nə deyib, onu yerinə yetiririk. Niyə bu? Elçi geciksin və eybi də özlərində görürlər. İndi görürüz, aləmi qatan kimdir? Deməli, وَبَعَثَ رَسُولُ اللّٰهَ الْوَلِيدِ بِنْ عَقَبَ إِلَى الْحَارِثِ لِيَقْبِضَهُ مَا كَانَ عِنْدَهُ مِمَّا جُمِعَ مِنَ الزَّكَاتِ. Peyğəmbər Vəlid ibn Uqbəni göndərmişdi ki, gecginən bu illəri zəkatı Harisdən sən alacaqsan. Ged Harisin yanında nə qədər zəkat yığılıbsa, onların hamısını götür gəl. Peyğəmbər göndərib, diqqət edin. Allahın Rəsulü Vəlid ibn Əqəbəni göndərir. Və bu da düşür yola. Fələmmə ənsarəl vəlidu həttə bələğə ba'dat tariq fəriqə. Deyir Vəlid, ba'dat tariq, yəni tariq yol, ba'd yəni bəzi. Yolun bəzi hissəsinə, yəni bəzisini qət eləyəndən sonra yolun fəriqə fərəcə qayıdır. Yəni Harisin yanına girmir. Yolun yarısından qayıdır. Hətta ətə Rəsulallah. Gəlir Peyğəmbərin yanına. Fəqalə ya Rəsulallah. Diqqət edin.
utanmır, qızarmır. Ya Resulallah, ey Allahın Resulü, ey Allahın Resulü. Kimi Allah'dır mən bilmirəm. Ey Allahın Resulü, innel haris qad mena'ani az-zakat və arada qatli. Haris zəkatı mənə verməkdən imtina elədi və üstümə hücum edib məni öldürmək də istədilər. Ya Resulallah, məni dəhşətə gələn bu kəlmədir. Sən kimi dolayırsan, kimi aldadırsan, kimi ələ salırsan. Yox, etiqad eləmir ki, qabağındakı Rəsulallahdır. Yalana bax, zəkat vermədən heç gedib çıxmayıb, yarı yoldan qayıdıb. Zəkatı verməkdən imtina elədi Haris ibn Zirar Peyğəmbər səhabəsi və üstəlik hücum çəkib məni öldürmək də istədi. Canımı götürüb qaçmışam. Xop, görək nə olacaq. Fəqadibə Rasulullah, Peyğəmbər narahat oldu. Necə yəni, mən elçi göndərirəm. Allahın vacibatını götürüb gətirsin, zəkatı. Onu öldürmək də istəyirlər. Peyğəmbər bir kiçik qoşun düzəldir, araşdırma üçün. Gedin, görün, mövzu nə yerdədir. Qoşun yola düşür, hədisdə yazılır, bə'ətəl bə'tə. Bə'ət, bir cəm, bir toplumun bir növ, bir yerə göndərilməsi. Yarı yolda onlar Mədinəyə yaxınlaşırlar və bunlar da Mədinədən çıxan məqamda Haris və qövmünün görkəmli şəxsiyyətləri və Peyğəmbərin araşdırma üçün təyin elədiyi dəstə üz-üzə gəlirlər. Haris soruşur, siz hara gedirsiniz? Deyirlər ki, biz Haris ibn Zirarın yanına gedir. Deyir, o mənə. Və sən hara gedirsən? Deyir, Peyğəmbərin yanına. Dəhşətə gəlir. Bunlar ki, bu öldürmək istəyib Vəlid ibn Uqbəni. Qatil, bu cürət filan, Allahın zəkatın verməkdən imtina edir, üstəlik gəlib Peyğəmbərin yanına, belə təəccüblənirlər. Diqqət edin sözə. Deməli, qalu, İnnə Rasulallah bə'ətə iləykə əl-Vəlid ibn Aqabə. Allahın Rəsulü Vəlid ibn Uqbəni göndərib sənin yanına. Sən ona zəkatı verməkdən imtina eləmsən və üstəlik onu öldürməyə də cəhd göstərmirsən. İndi görək Peyğəmbər səhabəsi Haris nə deyir? Deməli, وَرَدَّ قَتْلَهُ قَالَ رَضِيَ اللّٰهُ عَنْ Haris ibn Zarar dedi, La وَالَّذ۪ي بَعْثَ مُحَمَّدًا بِالْحَقِّ Xeyr, nə mən zəkatı verməkdən imtina eləməmişəm, nə də ki o şəxsin qətlinə səy göstərməmişəm. Görüz nədir? And olsun Peyğəmbəri Peyğəmbər kimi göndərənə. Ma rəeytuhu bəttətən və la ətani. Nə onu görməmişəm, nə də mənim yanıma gəlməyib. Nə görməmişəm, nə də mənim yanıma gəlməyib. Əgər bu şey baş vermirsə, mən onun havaya qılıncı çəkdim ki, öldürəcəm səni Vəlid. Bu, qoşuna dediyi söz. İndi şəxs gəlir Peyğəmbərin yanına. Fələmmə dəxələ Haris ələ Rəsulillah. Haris daxil olur Peyğəmbərin yanına. Peyğəmbər ondan soruşur. Zəkat verməkdən imtina eləmsən və mənim göndərdiyim elçinin qətlinə səy göstərmirsən. Aləllah vəl-ləzi bə'asəkə bil-həq. Xeyr ya Rasulallah, and olsun o Allaha ki səni haqq olaraq göndərib, ma rəeytuhu və la atani. Nə onu görmüşəm, nə də ki mənim yanıma gəlməyib. Və ma əqbəltu illə hin ixtəbəsə əleyyə Rasulillah. Deyir, mən bura gəlməyimin də səbəbi odur ki, sənin elçindən xəbər yoxdur. Və hədisin sonunda Allah Teala bu ayəni nazil eləyir. Ya eyyuhəllezine amenu in ca'akum fasiqun binəbəhin fətəbəyyənu. Allah deyir ki, Vəlid ibn Uqbə fasiqdir. Allahın Rəsulunu aldadır, Allahı aldadır, səhabələri aldadır. İndi bir yığım insan deyir ki, həmən bu şəxs gedəcək cənnətə, bu qədər
bir növ əməlləri ilə yanaşı. Diqqət edin, sonuncu kəlməmi deyim, onunla da başqa Şiə məzhəbindən, başqa məzhəbin əqidəsindən, Quranla düz gəlməsinə diqqət edin. Düz gəlmir, vallahi düz gəlmir. Səhabə olmaq şərəfdir. Kim desə ki, səhabə olmaq şərəfdir, səhv. Mən bir tələbə kimi deyirəm, səhabə olmaq şərəfdir. Amma şərəfli olması səhabiliyin şərtinəndir. Diqqət edin. Diqqət edin. Salavat zikri ilə Muhammed və alim. İbadətlərin, itaətlərin qəbul olması üçün bir daha Muhammed və Ali Muhammedə salavat zikri. İnşallah gələcəkdə xüsusi bəhsimiz olacaq. 5 dəqiqə qutarlıq söhbəti. Quranda səhabi deyildikdə onun şərtsiz Allah yanında fəzilət sayılır, ya şərtlə fəzilət sayılır. Onu geniş araşdıracaq. Amma fəqət bir təbərrük qeyd edeyim ki, mövzumuza aiddir. Deməli, Hücurat surəsinin 15-ci ayəsində Allah Teala buyurur. Diqqət edin. Gedin Azərbaycan deyədə baxın tərcüməsinə. İnnəməl mu'minun. İnnəmə ərəb dilində yalnız və yalnız. Mömin o kəslərdir ki, görürüz Allahın yanında mömin kimdir? İnnəməl mu'minun əlləzinə amenu billahi və rəsulihi. Deməli, mömin yalnız və yalnız o kəslərdir ki, iman gətiriblər Allaha və Rəsuluna. Bir, sümmə ləm yərtabu, iman gətirdikdən sonra şəkkə düşməyiblər. Sən Allahın Rəsulusanmı? Bu sualı vermək səhabəlikdən çıxartır onu. Allah deyir, sümmə ləm yərtabu, Allaha iman gətirməlisən, Rəsuluna iman gətirməlisən. Amma bu kifayət deyil. Şəkdə olmamalısan ki, qabağında Rəsulullahdır ya, yox. Rəsulullahı aldatmağa, Resulullah'ın üzüne yalan danışmağa cürət eləyən şəxs yəqini var ki, qabağındakı Resulullah'dır, nə Allah'ın xəbəri olacaq, nə Resulullah'ın Alladım ki, götdüm, hücum çəkdi üstümə, məni öldürmək istəyirdi. Qaçıb gəlmişəm, ya Resulallah. Yarı yoldan qaydım. Bu adamın əslən etiqadı yoxdur ki, qabağındakı Resulullah'dır, ya yox. Bir insanın yəqini ola ki, qabağındakı Allah'ın Rəsuludur və Allah'ın Rəsulu da Allah'la təmasdadır. Mən ona yalan danışsam üstü açılacaq. Bu addımı atar? Heç vaxt. Səhabə, mümin o şəxsdir ki, Allah'a iman gətirər, Rəsuluna iman gətirər və sonra Peyğəmbərə şəkk eləməyər. Fəqət Peyğəmbərin Peyğəmbərliyində yox, umumən dinində şəkdə olmaya, Peyğəmbərə deməyə ki, əntə Rəsulallah haqqən, həqiqətənmi sən Allahın Rəsulusan? 13 ildən sonra, Peyğəmbər 13 ildir, 20 ildən sonra bağışdın, vida həccində. Səhabədir bu. Allahın Quranı ilə səhabədir. Peyğəmbəri aldadan səhabədir. Allah'a and verirəm, İzzət-i Cəlalına xatir bizi əhl-i beytdən uzaq salmasın. Allah'a and verirəm, İzzət-i Cəlalına xatir Peyğəmbər ətrafında olan o mömin səhabələr ki, İslamın yayılması üçün can qoyublar, mal qoyublar, onlara xatir bu cəmin günahlarına əfv qələm çək. Və o səhabələrin Allah Taala məqamın uca eləsin. Və qiyamət günündə də Peyğəmbər və əhl-i beytlə bir yerdə qərar versin. Allah'a and verirəm, İzzət-i Cəlalına xatir bu cəmin həyat
hayatını hayat-ı Muhammed ve Ali Muhammed qərar versin. Məmatını məmat-ı Muhammed ve Ali Muhammed qərar versin. Bu cəmin Allah Taala aqibətin xeyr eləsin. Bu cəmdən əzizləri dünyasını dəyişiblər, onları Allah Taala öz həvli qüvvəsi ilə qəriq rəhmət eləsin. Bu cəmin nə şər'i hacəti varsa Allah Taala öz həvli qüvvəsi ilə onlara əta eləsin. Heç vaxt bizi Əhl-i Beyt qarşısında özü qara qərar verməsin. Allah'ın ve Remizzet Celal'ına xatir 12. imamımızı Hüccet İbn-i Həsən sallallahu aleyhi bizden razı salsın. Ağamızın zuhurunu təcil eləsin. Ağamızın zuhurunun təcil olması için fərəz duasını oxuyaq, qürbətən